elektrot saplarını tutun. 23-34 kaliumumuz çox yaxşıdır. Çox duz yemirsiniz? Yox, sevmirəm qətiyyən. Emosional vəziyyətiniz yaxşı deyil, hə? Yox. Litiumumuz Sonra az. bilirsiniz ki. Litiumumuz az. Narkotiklər. Birdən çox yaxşı olur. Bir dənə dəlik məsələşir. Litiumumuz az deməyə görə. Onu qaldırmaq olur. Hə. Bağırsaq düzəlməndən sonra verəcəyi mineralları əmilimi düzəlməlidir də, yəni içməlisiniz siz onu. Bir də müəyyən qidalar var ki, onlar sizə olmaz, onları çıxaracaq. Dərinin elastikliyi, bir də antivastrasnoid faktorda, yəni qocalma faktoru, belə deyim, o yaxşı vəziyyətdə deyil, onu düzəltməliyik. Bu da nə ilə əlaqəlidir? A, E vitamini ilə əlaqəlidir, K vitamini ilə əlaqəlidir, onu düzəltməliyik. İnsulin rezistentliyi, bizim insulin rezistentliyimiz 1.25-dir, düzdür? 1. Yəni yoxdur insulin rezistentliyimiz. Baxaq burada xroma. Mən sizə dedim, yoxdur insulin rezistentliyimiz. Düzdür, xrom 3-dədir. Yaşıldır, pozitivdir, qəşəngdir. Yəni bizim insulin direncimiz yoxdur. Mən axtardığım buydu əslində, vallahi. Mən yəni bədənimdə nə çatır, nə çatmır bilim və buna əsasən bir menyu tərtib olunsun. 6 kilo cəmi artıq yağdan verməliyik, 59-a düşməliyik. Ödem biraz hərəkətlər eləməliyik ki, limfa durğunluğunu aradan götürək. Birinci nömrədə ümumi bədən vəziyyətini düzəldəcək və qidamızı düzəldəcək. Qidamızı düzəldə çəkidə verəcək onsuz da. Bədən sizdə elə çox yük yoxdur da, yəni çox çəki yoxdur, amma sizi narahat edir. Əslində sizi narahat edən artıq çəkidə deyil. Sizi narahat edən ümumi vəziyyətinizdir. Bədənin ümumi vəziyyəti. Mən səhər yuxudan yorğun oyanıramsa, amma yatmışam gecə, amma yenə də yuxudan yorğun oyanıramsa, bütün günü yatmaq istəyirəmsə, bütün günü halsızamsa və yaxud da bir iş görməyə ertələyirəmsə, sonra görərəm, sonra eləyərəm. Bunlar hamısı sizə təsir və siz onu çəkidə axtarırsınız da problemi. Çəkini də verəcəyik sözsüz, amma paralel olaraq da bədən ümumi vəziyyətini düzəldəcək. İnşallah.